Salam değerli futbol severler ve Ürək futbolunun dönenler. Bugün 90 dakikalık 11-11 futbolu ile karşınızdayız. Yaşıl komanda hazır komandadır. Narıncı komanda ise Zahar tarafından yapılan komandadır. Hal-hazırda yaşıl komandanın aktif hücumuna şahid oluruq. Ramin çok gözüne kayda biləsən. Elvi, Ramin'in yanına gezirsə sən yeri buradır. Günçdən zərbə yaşıl komanda tərəfindən başlanılır. Mərkəzə doğru zərbə vuruldu, lakin müdafiəçilər qarşıladı bu topu. Offside pozma Elvi. Aha, narıncı komandanın qəşəng hücumunu görürük. Gol ola bilərmi? Xeyr, gol olmadı. Qapçı burada ayıq davrandı. Qapçı hal-hazırda topu oyundan çıxartdı. Bəli, təhlükəni uzaqlaşdırdı. Hal-hazırda narıncı komanda altla topu başladı. Havadan paslar. O zaman 3 nəfərin əhatəsində qaldı narıncı komandanın oyuncusu və bəli, keçə bildi. Allah olsun ona. Hal-hazırda narıncı komanda topu ram eləyib gol ola bilərmi? Yenə də qapçının burada zirəkliyi sayəsində gol olmadı. Az da yaşıl komanda topu çıxartdı. Aha. Narıncı komandanın hücumuna görürük. Paslaşırlar. Ümumiyyətlə narıncı komanda sağ cinahdan çox sürətlə həmişə hücuma keçir. Hal-hazırda uğurlu alınmasa da əvvəlki hücumlarında sürətli idi. Yaşıl komandanın hücumunu görürük və bəli-belə çox sürətli bir hücum alınmışdı, lakin qapıcı yerində idi. Qapıcının zirəkliyi. Hal-hazırda out. Hakim out olduğunu bildirir. Offside'ın atası var öyle burada. Offside gaga. Hakim də saxlayır, gol vurandan sonra bayrağı qaldırır. O da düzdür. Hal-hazırda narıncı komanda paslaşır, dəqiq paslaşır. Pas atmağa adam tapmırdı deyirdim ki, nəhayət yenə də topa ayaqlarında saxlayıblar, ram eləyiblər. Paslaşırlardılar, söz də deyə bilmədim, paslaşırlar ki, komanda topu aldı. Burada qəşəng bir keçid var idi. Bu doktorun oğluydu. Səhv eləmirəmsə. Böyle qəşəng bir pas, çox qəşəng, möhtəşəm oyun gedir. Aşırtma ilə təəssüf ki, heç kim yox idi orada. Lakin sonradan oyuncu gəldi. Hal-hazırda çox zəif zərbə alındı. Amma yaşıl komandada da niyəsə topu uzaqlaşdırmırlar. Uzaqlaşdıra bilmirlər. Nəhayət ki, təhlükəni uzaqlaşdırdılar, hücuma keçirlər.
bəli, narıncı komandanın oyuncusu təhlükəni uzaqlaşdırdı. Elvin çok getmə. Tələsmə, offside pozursan sən. Offside pozma. Çox Offside. Offside yoktur. Yanxat hakimi burada heç bir offside olduğunu bildirmədi və hesab 1-0 narıncı komandanın xeyrinə. Aha, görək yaşıl komanda hesabı bərabərləşdirə biləcəkmi? Xeyr. Burada dəqiq bir pasla. Çox qəşəng bir pas idi. Gol sayılırmı? Bəli, goldur. Hesab 2-0. Evet, böyle gol gözləmirdim Aslanışım. Təbrik edirik narıncı komandanı. Hal-hazırda 2-0 hesabı ilə narıncı komanda öndədir. Yaşıl komanda demotivasiya olmasın. Hər an hesabı bərabərləşdirə bilər deyirdim ki, narıncı komanda oyuncusu yenə top ələ keçirdi. Aha, paslaşırlar. Bəli, sürət olsaydı çata bilərdi və çox təhlükəli hücum ola bilərdi. Hakim birbaşa qapıcı tərəfindən başlanılmalı məsləhət görür. Ve top hakim yanlış başlanıldığını bildirir ve qapıcı tərəfindən yenidən başlanılmağı bildirir. Yani tələb edir. Və pasla başlamalı məsləhət bildirir, lakin Yanxat hakimi burada bayrağını qaldırır, offside olduğunu bildirir. Yəni narıncı komanda tərəfindən kobud səhv. Çox kobud başladılar. Aha, görək qapıcı mərkəzə doğru zərbə atacaq, yoxsa pasla başlayacaq. Çok da qapıcının çox qüvvətli zərbəsi yoxdur. Bu səbəbdən yenidən təhlükə yarandı bu səbəbdən. Qapıya doğru zərbə xeyr. Top dirəkdən sağa doğru gedir. Görək. Qapıcı pasla başladı. Təhlükəli hücum ola bilər. Əgər qarşısı alınmasa, bəli, top yaşıl komandadadır. Deyirdim ki, yenidən narıncı komanda ələ keçirdi topu. Burada çox sürətlə yaşıl komanda oyuncusu topu aldı, lakin özündə saxlaya bilmir. Oyunda saxlaya bilmir. Yox, oyunda saxladı. Amma müdafiəçilər yenə topu əlindən aldılar və aktiv hücuma doğru gedirlər. Təhlükəli hücum ola bilər. Sürəti çatsa. Qapıya doğru zərbə. Top qapıcının əlindən çıxırdı ki, yenidən qapıcı topu tutdu.
Və qüvvətli zərbə ilə mərkəzə doğru göndərir topu. Hal-hazırda top Narıncı komandanın üstünlüyündədir. Əgər statistikaya baxsaq, Narıncı komanda topu daha çox ələ keçirir. Bunda Yanxit hakim burada bayrağını qaldırır. Yenidən Narıncı komanda çox super bir pasla, taktika ilə ələ keçirdi və gol. 3-0. Ya Narıncı idin yaşıl. Nail. Narıncı. Bence yaşla geç. Vay maşallah. Üçüncü gol çox gözəlliyi ilə seçilirdi. Çox qüvvətli zərbə değildi, amma yenidən top yaşıl komandadadır. Ay Allah, görək yaşıl komanda nə edir. Yanlış pas, qeyri-dəqiq pas. Arka yoktu. Basit Ahmet. Şurayhan Ali. Aha. Geçək. Burada offside var imiş. Bunlar da bizim azarkeşlerdi. Çok qəşəng bir hücum alına bilərdi, lakin yaşıl komandanın oyuncusu topu tuttu. İndi hal-hazırda Narıncı paslaşma gedir Narıncı komandanın oyuncuları arasında. Lakin top yaşıl komandadan çıxdı. Yaşıl komanda oyuncusundan çıxdı. Bəli, burada təhlükəli bir vəziyyət yaranmışdı, lakin gol olmadı. Xoşbəxtlikdən gol olmadı. Hal-hazırda çox adam var, oradan gol vurma ehtimalı çox azdır. Yaşıl komanda oyuncuları da topu çıxartdı hal-hazırda. Təhlükəli hücum ola bilərmi? O qədər də güman eləmirəm, elə güman elədiyim kimi də oldu. Top yenidən Narıncı komanda oyuncularındadır. Birini keçdi, ikincini keçə bilmədi. Yaşıl komanda yenidən topu ələ keçirdi. Hal-hazırda top uğrunda mübarizə gedir, amma deyəsən üçüncüdən zərbə başlanılacaq. Oyun çox kovud bir səhv qapıcıdan topu buraxdı. O xoşbəxtlikdən qol olmadı. Hal-hazırda qol olmağa yaxındır. Xeyr. Top qapıdan kənara keçir.
Burada yaşıl komandanın oyuncusu sürəti çata bilər, lakin deyil. Müdafiəçi daha yaxşı tərpəndi burada. Burada çox heyif ki, top ayağından sürüşdü və geri dəqiq pas alındı. Hal-hazırda yaşıl komanda hücumdadır. Amma müdafiəçidən keçə bilmədi. Out başlanıldı Narıncı komanda tərəfindən. Görək necə olur. Kemal geçti. Arkanda da var biri. Bura boştur. Geri dəqiq pas alındı. Yerlə qəşəng pas verilmişdi, amma geri dəqiq alındı. Offside. %99 offside. Abdullah. Yavaş. Çok geriye doğru çok qəşəng profesyonel bir pas idi o. Mərkəzə doğru heç kim yoxdur orada. Var imiş. Görək gol olacaqmı? Mənə də maraqlı və qəşəng. Qəşəng bir gol idi. Hər kəs yerində idi. Hesab 3-0 oldu, 4-0. Hesabı sayan var idi. 4-0. Düz qabağına düşdü pas, top və heyif ki, gol alınmadı. Qapıcı ilə təkbətək qalmışdı. Qapıcı ilə təkbətək qalmışdı. Amma xal hesabı ilə 4-0 qabaqdadılar deyə o qədər də çox önəm daşımır hal-hazırda. Yaşıl komandanın hücumunu görürük. Aldatdı, lakin bir nəfəri aldada bildi. Artıq ikincini keçə bilmədi. Hal-hazırda Narıncı komanda əks hücuma keçir. Görək, birbaşa qapıya doğru zərbə. Lakin qapısı yerində idi. Qapıcı topu tutur. Topu olsaydı çox qəşəng pas alınacaqdı. Gələn dəfə biraz sürətlə versə pası, bəlkə nəsə qabağına keçə bilər. Burada qəşəng bir paslaşmaya şahid oluruq. Lakin pas sonunda geri dəqiq alınır. Yaşıl komanda topu ələ keçirir. Və hal-hazırda yaşıl komandanın hücumunu görüb bir-birlərini çaşdırırlar. Bir-birlərini çaşdırdılar. Olan işte deyib davam eləmək lazımdır, yıxılmaq lazım deyil. Futboldur bu, hər şey ola bilər. Eyni vəziyyətə 5 dəfə də düşə bilərik, 10 dəfə də düşə bilərik. Aha. O azdan Narıncı komanda oyuncusu qapıya vurur və top qapının üstündən keçir. Hakim burada oyunu dayandırıb zaman olduğunu bildirir.
var mı? Adil. Güzel gelirdi. Başım bırak. Aksine oldu kimdi üçüncü nefer? İki nefer var burada. Kardeşim sen niye çıktın? Sen niye çıktın? Nihat demezsin. İşte bura üç nefer bile. Şok. Dört nefer çıktı. Lan bir nefer. Ya üç nefer. Bir, iki, üç, dört. Ne de Değil, orada? değil. Kardeşim sen niye çıktın? Gel. Yok, Kıyız. şey, Hasan de. Dördüncü son. Haydi oğlum. Ne oldu? Ne oldu ayyan xəta kimi? Burada sürəti var idi, lakin digər oyuncu qarşısını kəsdi. Hakim burada yanlış başladı buna bildirir. Ve top keçir digər oyuncuya. Komandanın oyuncusu, narıncı komandanın oyuncusu başlayır hal-hazırda. Top. Tahir. Oy maşallah burada qabağın yaxşı aldılar. Hücumun. Yaşıl komanda elə bir yaxşılaşdı biraz. Oyuncu dəyişikliyi dəydi onlara. Buradan bu tarafa. Ha, ondan o tərəfə baxmırsan. Haha. Çox kobud bir səhv idi. Və həmin kobud səhvi cəzalandırdı. Burada sadəcə kobud səhv var idi yaşıl komandanın oyuncuları tərəfindən paslaşmada geridəyik paslaşdılar. Hesab 5-0.
Çıxın, çıxın. Çata bilmədi topa təəssüf ki. Evet, başlanılan gəlsin komanda oyuncuları tərəfindən. Qapıya doğru zərbə oluna bilərdi, lakin alınmadı. Solla zərbə vursaydı bəlkə alınacaqdı. Aha. Oy, üsteydi. Görək top yaşlı komandada da görək. Nasıl bir şey yarada bilər mi? Xeyr. Top yaşlı komandadan çıxdı. Qəşəng fikirləşilmişdi. Lakin olmadı. Ay maşallah. Az da elindədir top. Topunun eline değmişti. Boş şey. Nail görək. Pas atır. Çok qəşəng şəkil. 2 nəfər oyunçunun keçdi çox qəşəng bir formada. Pas da qəşəng fikirləşilmişdi. Lakin müdafiəçilər həmin pasın qarşısını aldı. Kapıya doğru zərbə. Düz qapısının üstüne. Nail burada sürətli köşə bir zərbə ilə topu içəri doğru göndərmişdi. Qapıya doğru zərbə, lakin
Qapıdan yan keçir. Aha. Hal-hazırda qapıçı belə başa düşürəm ki, mərkəzə doğru topu göndərəcək. Qapıçı biraz ləngir, Səfiyyə başqa bir oyuncu içərir. Başqa bir oyuncu hal-hazırda oyuna girir. Xeyr, qapıçı topu göndərmədi. Qapıçı müdafiəçi ilə başladı. Aha, müdafiəçi sol cinahla paslaşır hal-hazırda. Görək sol cinahdan dəqiq pas gələcəkmi? Bəli, dəqiq pas gəlir, lakin bəli. Paslaşa mərkəzi keçə bildilər. Yaşıl komanda hal-hazırda çox pis sıxılıbdır. Pas attı, lakin pas hədəfinə gedib çata bilmədi. Hal-hazırda narıncı komandadan belə qəşəng bir hücum görürük. Görək. Az da künsdən zərbə başladı yaşıl komanda. Oyuncuları, hücumçuları. Pasla oynamağa üstünlük verirlər. Hal-hazırda offside yan xəta kimi bayrağını qaldırır. Necəsən yan xəta kimi? Sən fəxr eləyirsən ki, Zavur səni yan xəta kimi qoyub. Sən fəxr eləyirsən ki, Zavur səni yan xəta kimi qoyub. Hal-hazırda narıncı komanda ilə yaşıl komanda oyuncuları arasında top uğrunda mübarizə gedirdi, lakin yaşıl komanda altla başlayır. Dirək out. Aha. Top yenə yaşıl komandadadır. O möhtəşəm bir keçid idi. O qədər də möhtəşəm deməyəm, amma qəşəng bir keçid idi. Biz narıncı komandalar üzvlərindən daha yaxşılarını görmüşdük. Çok təəssüf ki, gol vurula bilmədi. Ayqa, içəri doğru topu vurmayın da. Oy, burada çok təhlükəli bir qapıçı yerində gəldi çatdı. Qapıçı yerində gəldi çatdı. Təhlükəli hücum var idi orada. Demək olar ki, yaşıl komanda müdafiəçiləri yox idi. 3 nəfər hücumçu, bir dənə müdafiəçiyə qarşı. Kurtlar sofrası. Aha. Narıncı komanda hal-hazırda keçir oyuncuları, lakin yaşıl son yaşlı komanda oyuncusunu keçə bilmədi. Desəm bayaq oyuna girən oyuncudur. Sürətlə keçdi. Ulan. Çata bilmədi. Biraz daha çok katsaydı satardı. Hakim yaşıl komanda oyunculardan başlayacağını bildirdi. Wow. Burada ara pasları narıncı komandada daha çoxdur. Və bəli, burada nəhayət yaşıl komandanın yaxşı bir pasını gördük. Qapıya doğru təhlükəli bir zərbə, lakin top qapıdan yan keçir.
geldi. At sağ bir tane. Yaşıl komanda hücumun qarşısını aldı. İndi hal-hazırda yaşıl komanda əks hücuma keçməyə çalışırdı. Lakin narıncı komandanın oyuncuları bunun qarşısını kəsdi. Aha, burada çok qəşəng Ay görmedim. geçmişti. Lakin hakim offside olduğunu bildirir. Sen bir ne bu ha? Akşe, Zamena var burada. İstediğin vakti yiyebilirler yoksa ya. Ben çıktım oyuna. İstediğiniz vakti yiyebilirler yoksa değil. Yəni sürəti olsa yaşıl komanda çata bilər, lakin narıncı komanda topa daha çox yaxın idi. Burada ay təəssüf ki Bugün gol yoxdur deyə sıxılıram. Sen maaş yükünü yeterli. O qapıçıdan kobud bir səhv. Belə bir səhv. Gol 6-0. Bu qapıçının çox kobud səhv idi. Pas verəndə birbaşa götürdü narıncı komanda oyuncusuna verdi. Olan işdir. 6-0 oldu ha. Nail hal-hazırda topu saxlamışdı. Nate Wolfson. Görəsən yarım müdafiəçisidir Nail. Özü çox qəşəng oynuyor. Aha, yaşıl komanda Hocamıza hesabı bəli. Sonumuza hesabı açmalıydı və açdım. 6-1. Ha. Ha. Bəlkə deyil, bəlkə mən səhv deyirəm. 100% gol vurub. Oy maşallah. Siz yaşlı komandadan gəlmişsiniz, narıncı. Akşe. Akşe. Ha? Bro nədirsə, şey eləmədim. Ay, çok qəşəng bir. Elvi, oradasınız. Necə çıxmış sonra? Mən tutam oradadır, sizdə deyil. Hardan çıxmışsınız?
İçeri girin kapıdan. Balaca kapıdan içeri girin. Ali çok mütədi. Hə? Çok mütədi. Deməsin onu. Çok mütədi. Sağ ol, sen de oradaysan Kemal. Bəli, mən buradayım. Mən təşkilatçının çəkilişinə gəlmişəm, oyuna gəlməmişəm. Mən oyunu çəkirəm. Siz arada gəlin burada oynayın. Bura biraz böyükdür, 11-11 oynayın. Maşallah, Adil də qəşəng oynayır elə. Sağ olun, bayramımızdan mübarək olsun bir daha. Təbrik edirəm. Çox sağ olun, bayramımızı təbrik edirəm bir daha. Təşəkkür edirəm. İnşallah yenə oynayarıq sizlərlə. Yanda pulla da. Yanda pulla da. Düz kapıdan içeri giriyorsun. Burada Nail topa çatdı. Topu ilə oynaya bilərdi, lakin o çox riskli olardı. Hal-hazırda fasiləyə gelirik. Bir dəqiqə, fasilə 15 dəqiqə olacaq. Hal-hazırda ikinci taym başlayır, 6-2 hesabı ilə Narıncı komanda qalibdir. Qapılar dəyişdi. Aha. Hazır yüngül paslarla davam edirlər. Burada təhlükəli bir hücum yarana bilər. Topu itirdilər. Xeyr, itirmədilər. Ən son anda yetişdirdi özünü. Elvin yetişdirdi. Elvin imiş qardaşın adı. Nail idi top saklayan.
Nail topu tuttu və önə doğru pas. Kim burada offside oldu? Nail topu tuttu, saxladı. Nail yenə sağa doğru pas verdi, lakin yaşıl komanda oyuncuları bu topu qarşısına keçdi. Hal-hazırda narıncı komanda gol vura bilər. Xeyr, qabağını kəsdilər. Eminem, evet. Scooby-Doo. Scooby-Dog, ne? Gerekirse jet uçağını kullanıp Amerikan donanmasına çaparım, o kadar. Yaparım. O kadar güveniyorum. Gerekirse jet uçağını kullanıp Amerikan donanmasına çaparım, o kadar. Yaparım. O kadar güveniyorum. Gerekirse jet uçağını... Adil burada topu tuttu, saxladı. Ayağını kaçta görsün. Aynen. Koçit. Altında başlasın. Ver altına. Yo, ben o adamım. Sana gel, kapağı.
6-2 deyəsən. Bir də ikinci qol vurdu. Oraya sinir satın atalım. Oradan ne satın? Oradan bura ne satın? Yüz satın. Yanında kim aldı? Ne yapıyor? Ne oyna bizden? Ali. Bir də Bu tarafa oynayanlar. 6-1 Sayın oldu. 6-1. Hepsi Messi'den pas ama. Topu tutup satın. Hadi bir geçir sana her şey. Şey Abdullah. Sürekli yersin abi. Atıp kaçacağım. Güzel Abdullah. Buraya bir daha. Hadi sen hele geç gidelim onunla. Mehman ben bilmiyorum ben. Nail. Başı salmam ben. Doğru böyle göster. Sırılıp durmam ben. Değil atma lazım. Bu güneş ne hardadır? Tempo. Şimdi değil. Marıncılar değil. Ha bizimkiler abi yapsana. Güzel. Top ayağında devam ediyor. Oldu. Okta! Tük yok sonra! Tük var ne sormuyorsun? Açık eşitmişiz. Başka baka eli boştu bas. Action! Salute my Wesley! Ali de geldi.
böyle geyinir. Ahir. Bir değişik mi sen ala? Hara geldin? Hara geldin? Nece geldin? Gelmek lazım. Gelmek lazım. Kime? Kime? Lazım. Elvin! Yo yo. Ha. Ha koca, ha koca. Hep boş geldi. Asil. Gir abi getir gir. Ha, o kadar oyuncular gözüm demeye görür. Ben dedim ki orta gelirler. Nasıl maraklı? Kanala gelin. Gel İslam. Çık gidin. Gel. Al neye kalın çık gidin. Zaman var da. Zaman var bravo. Söyledi sana. Benim kafamdan gibi oynayabilirim.
Aa, neçə dəqiqə qaldı? Unuttum. 25 dəqiqə qaldı. Sami kimsine? Yandıran ben de. Sami. Sami. Bayağı bakarsan telefonun yanında değil. Ben de kötü yer geliyorum. Konu bozuldu. Bir an yedi ya. O diyorum ben de yani. Zamandı, zaman. Sultan konuşamıyor. Yalnız Canı Kroması üzere ilk 3 yeri tutan komandalar ise bir final merkezine yükseldi. Ümumilikdə 67 komanda Region Ligasında play-off'a çıxmayanlar arasında maraqlı mübarizə ilə yadda qalanlar da oldu. Murov Kəlbəcər komandası kimi. Mərkəz zonasında A qrupunda yer alan bu komanda play-off'a vəsiqə verən ikinci yerdən 3 geri qalaraq mübarizəni dayandırdı. Kəlbəcərin Region Ligasında təmsil olunması təqdirə layiqdir. Çünki ərazisinə görə hazırda Quba və Şəkidən sonra Azərbaycanın 3-cü böyük rayonu olan Kəlbəcərdə heç erməni işğalından əvvəlki dövrdə də peşəkar futbol komandası olmayıb. İndi isə işğaldan azad olunan füsunkar, bənzərsiz təbiətə malik bu torpağa insanlar həm də sosial mədəni həyatın bir hissəsi olan futbolla qayıtmağı hədəfləyib. Görək bu Murov Kəlbəcər komandasını kim yaradıb, necə yaradıb? Biz daim Region Liganı izləyirdik. Yəni Azərbaycan futbolunu izləyirik. Yəni futbola qıran bir insanlar deyilik. Orxan Babayev komandamızın idman direktoru, Orxan Məhəbbətli komandamızın baş məşqçisi, Cəladdin Sariyev. Bunlar yəni keçmiş futbolçular idi. Yəni həm də biz dostluq münasibətimiz var. Biz belə bir qərara gəldik. Baxırdıq orada Region Ligada işğaldan azad olmuş torpaqların bir çox komandalar var idi. Məsələn, Sinar Zəngilanı qeyd eləmək olar, digər komandalar. Biz dedik, niyə bizdə olmasın? Yəni belə bir ideya, yəni bir 3-4 dostlar arasında, köhnə futbolçular arasında belə bir qərara gəldi ki, biz də yəni Kəlbəcərin bir komandasını yaradaq, Region Ligada iştirak eləyək. 2025-ci il, yəni ötən ilin aprel ayında komandanı belə deyək, bir qərara gəldik ki, bir komandanı təsis eləyək. Komandanın adı da diqqət çəkəndir. 70 kilometr uzanan silsilədən ibarət olan Murov dağ Azərbaycanın 6 rayonunun ərazisindən keçir. Onlardan biri də Kəlbəcərdir. İkinci Qarabağ döyüşləri zamanı ən şiddətli döyüşlər Murov istiqamətində getdi və Azərbaycan ordusu da
ən çox şəhidi, yəni Murov istiqamətində verdi. Biz də yəni şəhidlərimizin xatirəsinə əbədiləşdirmək üçün Murov Kəlbəcər bu adı komandamızın adının qabağına qoyduq və Murov Kəlbəcər komandası belə yarandı. Murov Kəlbəcər klubunun təsisçisi İlqar Məmmədov Buzovna qəsəbəsində yerləşən 125 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. AFFA-da təşkil olunan kursu bitirərək ötən il məşqçilik üzrə D kateqoriyası alıb. Təbii ki, klub saxlamaq bir müəllimin cibinə, büdcəsinə görə deyil. Təcrübə də olsa komanda sıfır büdcə ilə yaradılıb. Kəlbəcərli gənclərin təəssübkeşliyi və futbol sevgisi sayəsində meydana çıxıb. Heç bir maliyyə dəstəyimiz yox idi. Komanda yəni yeni yaranmışdı. Heyət də təbii ki, ilk öncə Kəlbəcəri məşqçilər, Kəlbəcəri futbolçulardan başladıq yığmağa. Nümunə olaraq Süleyman Həsənov, Orxan Babayev, Cəlaləddin Sarıyev, Məmməduzun Məmmədov İlqar belə Kəlbəcəri oyunçular, Kəlbəcərli məşqçilərdən başladıq yığmağa. Bir neçə dostlarımız var, köhnə futbolçular. Komandanı yəni yığdıq bir ərəyə gətirdik. Yəni normal bir komandamız var. Hamı razılaşdı, bəli, təmənnasız, pulsuz. Yəni komanda region liqada iştirak elədi. Murov Kəlbəcər komandasının heyətində 5 əcnəbi futbolçu da çıxış edib. Region liqasının reglamentinə görə ölkəmizdə təhsil alan xarici tələbələr bu çempionatda oynaya bilər. Bu imkandan yararlanan İlqar Məmmədov komandasına Sudan, Liberiya, Qana, Belarus və Türkiyədə olan tələbə futbolçuları cəlb edib. Mövsüm bitəndən sonra onlardan ikisi komandadan gedib, üçü isə heyətdədir. Son mövsümdə region liqasında çıxışına, komandanın səfər xərclərinə ümumilikdə 15.000 manata yaxın vəsait xərclənib. AFFA-nın hər oyun üçün ayırdığı 300 manata çıxmaq şərti ilə qalan məbləği İlqar Məmmədov, məşqçilər heyəti və Kəlbəcərdən olan dostlar ödəyib. Əlbəttə, belə klub saxlama olmaz. Üstəlik komandanın stadion problemi də var. Kəlbəcəri təmsil edən komanda ev oyunlarını Şirvanda keçirir. Biz Bakıda məşqlərimizi keçilədə. Amma belə deyim də, stadion problem idi. Yəni Ask Arena, Rekord Arena, yəni bunlar bir stadion hətta 16 komanda iştirak edir. Biz buradan durub gedirik Şirvan Olimpiya kompleksində oyunlarımızı keçirirdik. Demək olar ki, bizim üçün ev oyunu da səfər oyunu kimi idi. Stadion İnşallah ki, yəni planlarımızda var, sponsor olsa planımızda var ki, öz doğma şəhərimizdə, Kəlbəcər şəhərində oyunlarımızı keçirək. Bu gələcək planlara daxil. Təbii ki, bunun üçün maliyyə lazımdır, bunun üçün də sponsor lazımdır. Mövsüm xərclərindən bəli 15.000-ə yaxın xərcimiz çıxdı. Onun 4.800-ünü federasiya, yəni AFFA ödədi. Qalan xərcləri özümüz, yəni məşqçilər heyəti, yəni dediyim kimi biz bir qrup bir dostuyduq. Yəni futbolçular, məşqçilər, mən özüm, yəni belə köməkləşib sezonu başa vurdıq. Orada stadion xərci var, digər xərclər var. Məsələn, futbolçuların yol xərcidir, qidasıdır. Yəni onlar federasiya tərəfindən ödənilir. Ancaq yol xərci demək olar, ödənilir 300 manat. Maliyyə dəstəyinə ehtiyacı olan Murov Kəlbəcər komandası kömək üçün təmsil etdiyi rayonun icra orqanlarına, millət vəkilinə, Gənclər və İdman Nazirliyinə, iş adamlarına da müraciət edib. Amma bütün bunlar bugünə dək cavabsız qalıb. Kəlbəcər rayon icra hakimiyyətinə elektron müraciət eləmişik, millət vəkili elektron müraciət eləmişik, Gənclər və İdman Nazirliyinə elektron müraciət eləmişik. Yəni açıq heç bir dəstək yoxdur. Bir çox şirkətlərlə, bir çox belə deyim, iş adamlarına müraciət eləsək də heç bir dəstək yoxdur. Amma yenə də həvəsdən düşmürük. İnanırıq ki, elə sizin efir vasitəsilə də Kəlbəcəri futbol sevərlər, kimlərsə yəni bu belə deyək, bu sujeti görüb bizə dəstək olacaqlar. Hələ bir yaşı tamam olmayan 2025-ci ilin aprelində yaradılan bu klub 11 aylıq fəaliyyətində nəyə nail olub? Murov Kəlbəcərin qarşısına bunu sual kimi qoymaq hələ çox tezdir. Amma komandanın az da olsa nail olduqları böyük hədəfləri var. Komanda yarandığı ildə də AFFA Region Liqasında iştirak elədik. Mərkəz zonada, A qrupunda. A qrupunda yəni belə oyunlarımız elə yəni çətin deyildi. Komanda mərkəz zonada 34 xalqla 3-cü yerdə qərarlaşdı. 3-cü yerdə yəni belə deyək də tamamladıq qrupu. İnşallah ki 2026-cı il Azərbaycan Həvəskarlar Liqasında inşallah ki liqasını çıxış eləyəcəyik. İddiamız var, istəyirik ki Həvəskarlar Liqasının qalibi olaq. Bu il alınmasa da növbəti il istəyirik ki region liqada ən az
Ha, 3-4 dəqiqə yox axı ya. 20 dəqiqə var qurtarmasına. Bizim getməyimiz 3 dəqiqə. Ha, sizin. Sarı kart ver. Offside'dan sonra oynadığına göre. Ulan ne oldu lan? Ha Sami. Aa, Safa çabuk saf elədim. Ali. Telefon kardeşim müəllimdədir. Mən getdim. Ümumi telefonlarla hamısı orada da. Kardeşim benim. Kardeşim benim.
Çok qəşəng bir pas idi. Neçə dəqiqə dedi?
gediyor, 3'te gediyor. Yok hələ qurtarmayıb hələ. Aslında axırıncı hücumdur ya bu.